bütün tanrıların üzərindən qırmızı xətt çəkilir. Dinlər tarixi araşdırıldıqda görürük ki, tövhid yolundan sapmış insanların hamısı bu dünyada müxtəlif tanrıların olduğuna inanmışlar. Bu yanlış təsəvvür ondan qaynaqlanır ki, onların fikrincə müxtəlif növ məxluqatın hər birinin ayrıca tanrıya ehtiyacı vardır. Sanki Allahı bütün məxluqatı idarə etmək üçün yetərli hesab etməmişlər. Çoxallahlıların fikrincə eşq, ağıl, ticarət, müharibə, ov və s. işlərin hər birinin ayrıca tanrısı olurmuş. Məsələn, qədim Yunanlar 12 əsas tanrıya sitayiş etmişlər. Bu tanrıların şərəfinə Olimp dağlarının zirvəsində onların hər birinin heykəli düzəlmişdi. Əl-Amr Quran, səhifə 202. Assuriyanın paytaxtında suyun, ayın, günəşin və Neranın hərənin ayrıca tanrısı olmuş, insanlar onların hər birinə ayrı-ayrı adlar qoymuş, tanrılar tanrısını isə Mardok adlandırmışlar. Qədim Romada da çoxallahlıq geniş yayılmışdı. Oradakı tanrıların sayı digərlərindən daha çox olmuşdu. Onlar tanrıları, ailə tanrıları və hökumət tanrılar olmaqla iki dəstəyə bölmüşdülər. Cəmaət hökumətə rəğbətsiz olduğuna görə, hökumət tanrılarına da rəğbət bəsləmirdi. Bəzi tarixçilərin yazdığına görə, qədim Romalılar 30 minə qədər tanrıya sitayiş etmişlər. Hətta mənbələrin yazdığına əsasən, qədim Romada saray adamlarından biri zarafatca deyibmiş ki, tanrıların sayı kütlədəki insanların sayından çoxdur. Bu tanrılardan əkinçilik tanrısı, mətbəx tanrısı, yemək anbarı tanrısı, ev tanrısı, ot tanrısı, meyvə tanrısı, biçin tanrısı, üzüm tanrısı, meşə tanrısı, qədim Romanın böyük qapısının tanrısı və s. başqalarını misal göstərmək olar. Albert Malinin tarixi, cild 1, fəsil 4, Roma tarixi. Daha çox insan faydalansın deyə bu videonu bəyən və yadda saxla.